Tovuz Dövlət Sosial-İqtisad Kollecində ən başlıca problem yataqxananın olmamasıdır. Bundan əlavə, kollecdə bəzi ixtisaslarda dəyişikliklər var. Kollecin tələbələri bu ildən etibarən bir neçə müəssisədə təcrübə də keçəcəklər. Artıq bununla bağlı aidiyyatı müəssisələr ilə müqavilə də bağlanıb. Qeyd edək ki, hazırda Tovuz Dövlət Sosial-İqtisad Kollecində 923 nəfər tələbə müxtəlif ixtisaslar üzrə təhsillərini davam etdirir. Kursda biz əsasən məktəb dərsləri keçirdik, amma indi ikinci kursda isə ixtisasımıza uyğun fənlər keçirik. Müəllimlərimiz çox qəşəngdir, yəni rahat dərslər keçirik. Yer quruluşu və daşınmaz əmlak kadastrında ixtisas alıram. Dərslərimizdəki yer quruluşunun əsasları keçirik, geodeziya keçirik, ərazi təşkili keçirik, ingilis keçirik, nitq mədəniyyəti keçirik, bu tip. Əvvəlki semestrdə də yenə dərsimiz ixtisasımızla bağlı fənlər keçirdik. Ölkədə orta ixtisas təhsilinə xüsusi diqqət və qayğı var və bu diqqət demək olar ki, bir çox kadr dəyişikliklər, islahatlarla özünü göstərib və mən də keçən il aprel ayının 30-u təyin olunmuş yeni direktorlardan biriyəm və demək olar ki, bu son dönəmlərdə təhsilin keyfiyyətinin yüksəldilməsi naminə bir çox kadr islahatları aparılıb. Orta ixtisas təhsil müəssisələrinə maraq getdikcə artır. Əsas səbəblərdən biri subbakalavr dərəcəsinin olmasıdır düşünürəm. Təcrübələrlə bağlı artıq bizdə hazırlıq işləri gedir. 3-cü kurs tələbələri karyera planlaması mərhələsindədir. Daha doğrusu o fənnin tədrisi olunur hal-hazırda tələbələrə. Bizdə tələbələr iyun ayının əvvəlindən istehsalat təcrübəsinə başlayacaqlar. Biz artıq müəssisələrlə görüşmüşük. Bir çox müəssisələrlə müqaviləmiz var. Ötən ildən bağlamışıq müqaviləni. Bir çox müəssisələrlə danışıqlar aparılır və düşünürəm ki, iyunun əvvəlinə qədər biz artıq müqavilələri bağlayıb iyun ayında tələbələri istehsalat təcrübəsinə göndərəcəyik. Günel Zülfüqarova, Kamran Əskiparalı, bugün informasiya proqramı üçün.